Hamınıza salam dostlar. Neçə gündür video ata bilmirdim. Bu günləri attım dünənki videonu. İndi dedim elə bugün də video atım. Bugünkü videonun 2 dənə video olsun bu günləri. Güneş çıxmışdı bu günləri. Hava istiləndi. Yerlər də quruyub qəşəng. Cücələri də setkaya buraxmışam qəfəsə. Yerləri də belə toyuqlar girib eşələyib töküb. İşığı yandırım. Bir çox fərqi var neysə. Bu yeşilde bit var derdim. Bakın yandırıp töktüm bütün yeşil bayrağı çıkartıp. Yeşil de yanmıştı. Mesela bunu sonradan vurdum yanmıştı diye. Bakın bu da yanıp incelip. Bugünler yumurtaları da bakarak neçələrində bakın. Məhfilləri kestim. Qaldı burada. Gedəndə apararam. Gazlar biri burada da biri o bir tarafta oturup ikisi de arasının altında 3 yumurtadır. İndi yumurtaları yığaq. Bir qab alım. Qab varsa eğer. Qab yoxdur. Bir apararam neyse. Burada 3 yumurta var. 3 yumurta. Yumurta 4 yumurta limonun olabilir ya da portakalın ikisinden birinin. Buna göre bunu ayırtacağım. Türkanın da olabilir. Şimdi bilmirəm. Kiçik yumurta da olabilmez. Türkanın kanlı olardı tez yumurta olsaydı. Burada da bir yumurta var. 4 5 yumurta. Bugünleri 5 yumurta aldım. Ördeğin de altında bir gaz bir ördek 2 gaz yumurtası var. Bir gaz çıkmalıdır bugün ya sabaha. Ama bir gaz yumurtasının yani bir haftası var hala. Onu da koyacağım burada oturan. Ana gazını bu tarafta kapı tarafta olanın altına koyacağım. O daha yaxşı oturur. Onun altına koyacağım. Eğer çıksalar ikisi de gaz balları yani İkisi de çıksa vereceğim elə hamısını buna bakar. 3 ördək olacaq. İndi ikisi çıxıb, biri ağdır, necə möcüzə olub çıxıbsa. Biri də bunun yumurtalarını hündüşka oturub çıxartmışdı, yəni. İndi göstərirəm ördək balasın. Ona oxşuyur. Amma ki ağ olan daha böyüydü, yaxın atasına oxşuyub, erkeği yəni. Diğeri renkli olan daha kiçikdi. Anası yani bu ördək daha kiçik olduğu için yani buna oxşuyub. Hələ bu divarlar qorunmayıb tam. Buralar hələ yaşdı. Neçə gündür işıqlar da yanmırdı, işləmirdi. Neçə gündür Wi-Fi'lar da işləmirdi. Buna görə video ata bilmirdim. Bunu aparıp toyuqların, yani cücələrin altına atacağım. İçeride de evdə də cücələr. Onların altına atacağım. Şimdi biraz nemdi, ışığı söndürüm. Cücələri bir günlər göstərebilən deyiləm çünkü belki bilirsiniz, belki bilmirsiniz. Bu günlər günümdə evdə adam var diye göstərebilən deyiləm cücələri. Bu arada kanala da abone olup like atmayı da unutmayın. Kanalımız artık 465 abonedir ve daha da çoxalmağa devam edir. Kapının mismarları çıxıb, bunlara baxın. Düzəltmək lazımdır. Cücələr də bu qəfəsə deyirəm. Artık böyüyüblər. Qəşəng yekə cücələr olublar. Burada 2 part olduğuna göre yarısı kiçik, yarısı böyüdü. Dostlar, bakın bu ördeğe. Bu ördeğin eynisindən çıxıb çıxan ördəklərdən, yeni çıxanlardan. İndi qaz çıxmalıdır, qaz balası. Bir dənə də ördək çıxmalıdır. 2 ördək çıxıb indi kürtün altına koymuşam, toyuq kürtün. Dedim
çıxartanca mane olmasın. Ördək dura bilər. Buna görə toyuğun altına qoymuşam. Hamısını çıxartandan sonra verəcəm ördəyə. Baxar. Ördəklər də böyüyüblər. Ördəklərlə bir yerdə saxlamıram cücələri. İndi buraxdıqda bayra yer yoxdur deyə bir yerdə buraxdım ki qarğa aparar deyə. Ördəklər də çox yoxdur. 2 ördəkdir. İndi çıxsa 3 çıxacaq. Bunlarla bir yerdə 5 dənə olacaq. 2 dənə də ana 7, yəni ana erkek dişi 7 olacaq. İndi baxacağım. Ördəklərdən saxlamaq da istəyirəm, çoxaltmaq üçün. Çoxaltıb satmaq istəyirəm. Lal ördəyi də almaq istəyirəm. İndi baxım, əgər ki cücə yumurta işinə girsəm, əgər cücə, yəni cücə satıb, inkubatordan çıxartıb, yəni cücə satıb, yumurta satıb etsəm, amma nə ördək, nə qaz, nə hinduşka heç bir şey saxlaya bilən deyiləm. Təkcə toyuğa saxlayacağım, yəni. Olsa bəlkə ördəkdən, qazdan bəlkə saxlayıb bir 10 dənə yumurta qoyub şey edərəm, çıxartıb satarım. Bunları da indi bayra çıxartacağım. Biraz otlasınlar. Bəlkə indi çıxartaram. Çıxartım. Çıxmaq istəyirlər. Ördəklər əslində, baxın, bu kiçik cücələrlə bir, yəni yaşdadılar, eyni çıxıblar. Amma ki, ördəklər böyük cücələrdən də böyük, yəni yaşları böyük olan cücələrdən də böyükdür. Baxın dostlar, bu cücə, kəkilli cücə, bu toyuğun balasıdır. Yəni onun yumurtasından çıxıb. Sonra o cücədən başqa bir dənə sonraki partda çıxan cücələr var, kiçik. Bunları da başsız bıraxa bilmirəm, qarğa aparar deyə. Yağışdan sonra çoxlu qurtlar çıxır, yəni bayra. Onları yeyirlər. Bir də ki, meyvə ağaclarından tökən gülləri yeyirlər, tumurcuqlar tadı. Bir iki cücə qaldı o tərəfdə. Biri burada qaldı. Bir də o bir tərəfdə qaldı, o da gələcəklər. Yəqin ki gəlirlər. Mən çəkim. Bunları bu tərəfə qaytarım. Getməsinlər. Çıxıb. Baxın dostlar. Sizə kartofları da göstərim. Kartof ekmişdik. Kartoflar da artıq boylanıblar. Leysan yağış yağdı, yəni. Məncə bu yağış bunları xeyli suladı. Bunları belə tək baxmaq olmur. Hərəsi bir tərəfə yayılır. Anasının olsa yenə rahatdır, amma ki tək çətindir. Həm anasız, həm tək adam. Baxın, hərəsi bir tərəfə dəli kimi qaçırlar. Birinin dalınca qaçanda digərləri qalır. Və salmaq da belə çətin olur yerlərinə.
birini salırsan məsələn yerinə, diğerini almaq üçün gedirsən, saldıqların çıxıb bayra. Yorucu olur biraz. Artıq baxın dostlar, giraslar da böyüyüblər. Burada bir qoz ağacı da var. Girmediğim yer kalmadı. Bunların dalınca geçmek için. Bunlar da başsız koymağa gelmir. Qarqalar da insan aklına gelip çatıblar. 5 dəqiqə başsız koydun, gəlib aparırlar cücəni və yaxud başqa bir şeyi. Bu xoruzun ayağı hələ də düzəlmədi. İstəyirəm bunu düzəlməsə kəseyim və yaxud kəsdirim hər hansı. Qalsa da bir işe yaramır, qalmasa da, çünkü diğer xoruzlar ona mane törədir. Yəni işin etməyə qoymurlar. Buna görə də fərqi yoxdur, o olsa da bala alıram, olmasa da bala alıram. Burada belə bir gül var idi, dostlar, üstünü bağladığım gül də açdı. Ördəklər də gəldi, indi su içirlər. Ördəklər suyu daha çox sevirlər. Suyun içine ot parçalar töktüğü daha çok sevirlər, xoşlayırlar. Oynuyorlar suyun içinde. Yine yayıldılar hər bir tərəfə. İndi istəyirəm ki, o ayağı xarab, yəni ayağı tutulan xoruzu kəsim artıq. Altdan da xoruzlar gəlir. Bir problem olmaz. Həm də ki 15 toyuq olmalıdır. 15 toyuğum var. 15 toyuqdakı xoruz polunu bəsdir. Buna görə də kəsmək qərarını almışam. Və yaxud da satmaq. Yəni saxlamaq üçün yox, kəsmək üçün alanlara satmaq. Yəni onun yerinə başqa bir toyuq və yaxud nəsə almaq olar. Buna görə də onu kəsmək istəyirəm. Cücələr də elə videoda yavaş-yavaş sürüm hin tərəfə getsinlər. Torpaqda böyüyen heyvanlar, cücələr, hər hansı bir heyvan daha tez boyatıb, daha tez böyüyürlər. Buna görə də heyvanlarınızı çalışdıq qədər torpağa buraxın. Oynasınlar, eşələnsinlər, qurd yesinlər. Baxın, yenə nə salıb gedirlər. Belə məsələn, bunlar 2 aylıqdır böyükləri. Balaca qalıblar. Amma ki, məsələn, satırlar cücələr. Celebrist və yaxud başqa bir cins. 1 aylıqdır, amma bunlardan daha yekədir. Bunlar kənd çoxpasına, yəni kənddə saxlanmış, kənd şəraitində saxlanmış, heç bir vitamin, heç bir qatkılı dərman,
Hər hansı bir şeydən işlətmədən şişirmək üçün olan dərmandan baxın solucan tutub istifadə etmədikcə daha yaxşı olur. Heyvan yəni daha sağlam və daha yaxşı ətə sahib olur. Kənd cücəsi və satılan cücələr arasında çox böyük fərq var. Buna görə də elə özünüz saxladığınız cücələr və yaxud beçələr, çolpalar daha sağlam və daha yaxşıdır. Buna görə də mən bunlara başqa bir yem verib şişsinlər deyə yem verib bunları istəmirəm birdən boy atsınlar. Qoy yavaş-yavaş boy atsınlar, kiçik qalsınlar. Amma ki sağlam olsunlar. Baxın burada bir xoruz var. Playmut'dur. Cücələri artıq yavaş-yavaş içəri salım. Havada küləylənir. Cücələr də soyuq olmasın. Bəzi fəsadlara yol açır bu külək, soyuq. İçhala məsələn ilk növbədə yol açır. Baxın limonun bir balası da budur. Gedən qəhvəyi rəngdə olan cücə. Yavaş-yavaş gedirlər Hind tərəfə. Qalmadı. Burada bir cücənin səsi gəlir. Hansı cücədir? Bu buzu qalıb. Getdi aşağı. Səbəb oluram belə. Sürdüyün yolun tam əksini gələndə bu cücələrin qal. Baxın, onun dalınca qaçdım, bunlar qayıtıb gəlir. Buna görə tək adamla çox çətindir bu iş. Neyse qalsınlar videodan sonra salaram yerlərinə. Belə həm sizin də ürəyiniz sıxılmasın. Videoda bu qədər. Özünüzə yaxşı baxın. Gəlin videoda görüşmək dileğiyle, sağ olun.